Bugün ömrünün 44-cü baharına qədəm qoyan Məmmədov Ramil Qaryağdıoğlu'nun həyat yolu həm zəhmətlə, həm də fədakarlıqla doludur. 1981-ci ilin 28 sentyabrında Ağdam rayonunun Evoğlu kəndində dünyaya göz açan Ramil bəy, gənclik illərindən cəsarəti və vətənpərvərliyi ilə seçilib. Daha 14 yaşında olarkən döyüş meydanlarında igidlik göstərməsi onun gücü ürəkli və torpağına bağlı bir insan olduğunun sübutudur. Keçmiş polis işçisi kimi dövlət qulluğunda xidmət edən, 2009-cu ildən etibarən mətbuat sahəsində peşəkarlığı ilə tanınan Ramil bəy müxtəlif qəzetlərdə redaktor və baş redaktor kimi fəaliyyət göstərib. Hazırda Kanal 21-in inzibati məsələlər üzrə müavini olaraq çalışır və jurnalistika sahəsindəki təcrübəsini bu platformada da uğurla davam etdirir. Onun qələminə məxsus 4200-dən artıq məqalə ictimaiyyət tərəfindən maraqlı oxunub. Qızıl Qələm mükafatı da onun əməyinin və yaradıcılıq bacarığının ən parlaq təsdiqidir. Amma onu digərlərindən fərqləndirən təkcə mükafatlar deyil, əslində onun vətən sevgisi, ədalətə bağlılığı və insanlara olan səmimiyyəti onu dəyərli bir şəxsiyyət kimi tanıdır. Ramil bəy həm peşəkar, həm də insan kimi hər kəsin hörmətini qazanıb. Bugün onun 44 yaşı tamam olur və biz ona möhkəm can sağlığı, uzun ömür, qələminin daim iti, yolunun daim işıqlı olmasını arzulayırıq. Vətənini sevən, qələmi ilə həqiqətləri yazan, mərdliyi ilə örnək olan Ramil bəy, doğum gününüz mübarək olsun.